özünü psixoloq kimi təqdim edən Şəfəq xanımın bu çıxışına bir qulaq asaq. İnci məsələn məndən talışlar, o deyirlər, talışların başı 12-yə qədər başqa cür işləyir, 12-dən sonra başqa cür işləyir. Böyük ehtimal ki, bu talış da 12-yə qədər özünü belə cilovlayır ki, mən ateistəm, indi ateistlərin ölkəsində yaşayır, belə cool görsənmək üçün, savadlı görsənmək üçün deyir, mən ateistəm. Sonra o kimliyi çıxır, zaten burada hansısa tiktokerlə mübahisəsi düşüb, həmin tiktoker cənub bölgəsindəndir, bu da öz aləmində güya onu qıcıqlandırmaq üçün talışlar haqqında fikir bildirir. Çox səhv fikirdir. Əslində bu onun savadsızlığından irəli gəlir, tarixi bilgisinin olmamasından. Talışların başının 12-dən sonra işləməyi məsələsi çox tarixi bir fakta əsaslanır, qürur duyulacağı bir fakta əsaslanır. Bunu həmkarım İntiqam Valihoğlu öz videosunda izah edibdir. Təkrarçılığa yol vermək istəmirəm, girib izləyə bilərsiniz. Yəqin Şəfəq xanım talış deyəndə Əlikram Hümbətovu gözünün önünə gətirir. O bir vətən xaini idi, vətənsiz də öldü getdi, yeri cəhənnəm, cəhənnəmdə ateşi bol olsun. Amma Azərbaycanı sevən hər kəs milliyyətindən, dinindən asılı olmayaraq talış deyəndə 1-ci Qarabağ müharibəsindəki Lənkəran batalyonunu xatırlayır. Talış balalarının şücaətini, Azərbaycan öz ölkələri uğrunda göstərdikləri qəhrəmanlıqları talış deyəndə biz Azərbaycanın milli qəhrəmanı Pəncəli Teymurovu xatırlayırıq, sayğı ilə anırıq. Onlarla belə talış balaları var. Bu məmləkət, bu ölkə üçün canından keçən. Çünki onların da ölkəsidir, onların da vətənidir. Talışlar bizim ölkəmizin ayrılmaz hissəsidir. Bizdəndirlər. Belə məsuliyyətsiz hərəkətlərə yol verməyin. Bəyənin, paylaşın.